Yani riya şirkin növlərindəndir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, siz, yəni sahabələr üçün, o şirkdən qorxduğu üçün və müəllif qeyd edir ki, indi baxın, onlar ibadət və itaətdə necə yüksək məqamdaydılar və onlardan aşağı olanların halı necədir? Həqiqətən. Çünki başqa bir hədisdə Ədəb-ül Mufrad əsərində Peyğəmbər sallallahu aleyhi və səlləm qeyd edir ki, Ləşşirku fikum əxfə min dəbibin nəml. Deyir ki, şirk qarışqanın yeriməsindən daha gizlidir. O qarışqanın hərəkətindən. Kim bilir qarışqanın yeriməsini, kim eşidir, kim görür? Ən kiçik bir məxluqdur. Və baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, şirk qarışqanın yeriməsindəndir, daha gizlidir. Və sahabələrdən bəzisi deyir ki, ya Rasulallah, əvəleysə şirku, ya Rasulallah, ən yəttəxidə niddən məallah və huvəl xaliq. Deyir ki, ya Rasulallah, məyər deyir, şirk Allahla yanaşı başqasını Allaha tay tutmaq deyilmi? Və hansı ki, o xaliq olduğu halda, o yaradan olduğu halda. Baxın nə deyir Rasulullah. Vəlləzi nəfsi biyədihi ləşşirku fikum əxfə min dəbibin nəmil. Deyir ki, nəfsim əlində olan Allaha and olsun ki, şirk, nəfsim əlində olan Allaha and olsun ki, şirk qarışqanın yeriməsindən daha gizlidir. Bu nəyi göstərir? Deyir ki, yəni fikir verin, bu elə bir şeydir ki, insanın daxilində olur, gizlində olur. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ələ ədullukum alə şeyin izə qultumuhu əzhəbəllahu ankum qalilə şirk və kəsiruhu. Fikir verin. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizi elə bir şeye yönəldimmi ki, siz onu söyləməklə, onu söylədiyiniz təqdirdə Allah Teala sizdən şirkin kiçiyini və böyüyünü aradan qaldırar, yox edər. Buyururlar ki, bəli ya Rasulallah, o nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu şəkildə söyləyin. Allahümmə innə nə'udhu bikə ən nüşrikə bikə və nəhnu na'ləm. Allahım, biz bildiyimiz halda sənə ortaq qoşmaqdan sənə sığınırıq. Və nəstəğfiruka limə lə na'ləm. Eləcə də biz səndən bağışlanma istəyirik. Bilmədiyimiz şeyə görə səndən bağışlanma istəyirik. Fikir verin, bu dua əzəmətli bir duadır, əziz qardaşlar. Yəni, insan daim Allaha dua etməlidir. Şirkə düçar olmamaq üçün.